Mesela üçgenliği həll edin. 3-cü dərəcədən kök altı x üstə gəl 2 çıxar 3-cü dərəcədən kök altında x çıxar 2 bərabərdir 1. Tənlik irrasional tənlikdir. Yenidən yazıram. 3-cü dərəcədən kök altında x üstə gəl 2 çıxar 3-cü dərəcədən kök altında x çıxar 2 bərabərdir 1. Və tənlik 3-cü dərəcədən kök altı olduğundan hər iki tərəfi 3-cü dərəcədən qüvvətə yüksəltmək olar. Məlumdur ki, a çıxar b-nin kubu bərabərdir. A kub çıxar 3a kvadrat b üstə gəl 3ab kvadrat çıxılsın b kub. Və mən bunu belə yaza bilərəm. A kub çıxar b kub çıxar 3ab a çıxar b. Bax, biz bu düsturu götürüb axırıncı formada tətbiq edirik. Hər iki tərəfi kuba yüksəldəndə. Buradan alırıq ki, 3-cü dərəcədən kub kök altı x üstə gəl 2 çıxar 3-cü dərəcədən x kök altı x çıxar 2 bərabərdir. Üstü 3 bərabərdir 1-in kubu. Buradan alırıq və bu düsturun axırıncı formasını tətbiq edelim. Bunun kubu verdi x üstə gəl 2. Bu da çıxar x üstə gəl 2 oldu. Sonra olacaq çıxar 3ab çıxar 3 kub kök altda x üstə gəl 2 vuraq kub kök altda x çıxar 2 və vuraq sətirdən sətirə keçib vuraq işarəsi deməli olacaq 3-cü dərəcədən kök altda x üstə gəl 2 çıxar 3-cü dərəcədən kök altda x çıxar 2 bərabərdir 1-in kubu 1. Bu ifadə elə tənliyin verilən tənliyin sol tərəfi olduğundan bu 1-ə bərabərdir. Buradan alırıq ki, burada x-lər ixtisarı oldu, qaldı 4 çıxar 3 vuraq kub kök altında x kvadrat çıxar 4 alırıq. Və bu da bərabər, bu 1 olduğundan bərabərdir vahidə. Buradan aldıq 3-cü dərəcədən 3 vuraq 3-cü dərəcədən x kvadrat çıxar 4 bərabərdir 4 çıxar 1 3-ə. 3-lər ixtisar oldu, qaldı 3-cü dərəcədən kök altında x kvadrat çıxar 4 bərabərdir 1. Kuba yüksəldəndə buradan alıram x kvadrat çıxar 4 bərabərdir vahidə. Buradan da aldıq ki, x kvadrat bərabərdir 5-ə. 4 üstə gəl 1, aldıq x 1, 2 bərabərdir. Üstə gəl çıxar kök altında 5. Beləliklə, verilən tənliyin 2 kökü var. x1 bərabərdir kök altında 5, x2 bərabərdir mənfi kök altında 5.